Ləzzət dolu mətbəximdən salamlar. Məncə hər kəs ömründə bircə dəfə də olsa bu kətənin dadına mütləq baxmalıdır. Bizlərdə pencər qutabı deyirik. İnanın o qədər ləzzətli, o qədər dadlı olur ki, bunu yedikdən sonra bir daha başqa heç bir kətədən ləzzət almayacaqsınız. Su, süd və drojdan ibarət xəmir hazırlayırıq. Xəmiri yaxşıca yoğurduqdan sonra kündələrə ayırıb açıb içliyi doldururuq. İçliklə doldurduğumuz kətələrin ağzını yaxşı bağlayıb soba listinə əlavə edirik. İçində havaları qalmasın deyə deşiklər atıb sobada 180 dərəcədə bişiririk. Qıpqırmızı qızardıqdan sonra yağını əlavə edib yumuşayır. Sizin evdə ən çox hansı kətə sevilir? Ən çox hansı kətəni və ən yaxşı hansı kətəni hazırlayırsınız? Fikirlərinizi rəy bölməsində mütləq bildirin. Sizə hazırlamağını istədiyiniz birinə göndərməyi unutmayın. Hər kəsə nuş olsun.